Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Son zamanlar Azərbaycanda ən çox müzakirə olunan sosial məsələlərdən biri də uşaq pulunun verilib-verilməməsi mövzusudur. Cəmiyyət daxilində bu istiqamətdə fərqli yanaşmalar mövcuddur. Lakin ümumi fikir ondan ibarətdir ki, ailələrin sosial rifahının yaxşılaşdırılması üçün belə bir dəstək mexanizmi vacib ola bilər. Hazırda ölkədə demoqrafik göstəricilər də diqqət mərkəzindədir. Statistik müşahidələr göstərir ki, doğum səviyyəsində müəyyən azalma tendensiyası var. Eyni zamanda ailə quran gənclərin sayında da əvvəlki illərlə müqayisədə azalma hiss olunur. Bu isə gələcəkdə əmək bazarı, sosial təminat sistemi və ümumilikdə iqtisadi inkişaf baxımından müəyyən risklər yarada bilər. Məhz bu səbəbdən uşaq pulunun tətbiqi məsələsi yenidən gündəmə gəlib. Bir çox ekspertlər hesab edir ki, belə bir sosial dəstək mexanizmi həm ailələrin maddi yükünü azalda, həm də doğum səviyyəsinin artmasına müsbət təsir göstərə bilər. Xüsusilə gənc ailələr üçün uşağın böyüdülməsi ilə bağlı xərclər kifayət qədər yüksəkdir və bu faktor bəzən ikinci və ya üçüncü uşağın dünyaya gəlməsinə mane olur. İqtisadçıların fikrincə uşaq pulunun tətbiqi tamamilə mümkündür. Lakin bu qərarın detalları olduqca vacibdir. Əsas suallardan biri odur ki, bu ödəniş bütün uşaqlara şamil ediləcək, yoxsa yalnız müəyyən saydan sonra, məsələn, ikinci və ya üçüncü uşaqdan başlayaraq veriləcək. Bu yanaşma ölkənin demoqrafik strategiyasından birbaşa asılıdır. Dünya təcrübəsinə baxdıqda müxtəlif modellər görmək mümkündür. Bəzi ölkələrdə hər bir uşağa görə sabit məbləğdə ödəniş verilir. Digər ölkələrdə isə hər növbəti uşaq üçün daha yüksək məbləğ nəzərdə tutulur. Bu isə ailələri daha çox uşaq sahibi olmağa təşviq edən mexanizm kimi çıxış edir. Azərbaycanda da oxşar modelin tətbiqi mümkündür. Məsələn, ilk uşaq üçün minimal məbləğ, ikinci və üçüncü uşaqlar üçün isə daha yüksək ödənişlərin müəyyən edilməsi variantı müzakirə oluna bilər. Bu yanaşma həm sosial ədaləti qoruyar, həm də demoqrafik artımı stimullaşdıra bilər. Digər vacib məsələ isə ödənişin məbləğidir. Bu, birbaşa dövlət büdcəsinin imkanlarından asılıdır. Uşaq pulunun effektiv olması üçün onun məbləği real xərcləri qismən də olsa qarşılaya bilməlidir. Əks halda bu ödəniş sadəcə simvolik xarakter daşıyar və gözlənilən təsiri verməz. Bundan əlavə uşaq pulunun verilməsi zamanı sosial ünvanlılıq prinsipi də tətbiq oluna bilər. Yəni daha çox ehtiyacı olan ailələrə daha yüksək dəstək verilməsi variantı da nəzərdən keçirilə bilər. Bu isə sosial bərabərliyin qorunmasına kömək edər. Nəticə etibarilə uşaq pulu məsələsi təkcə sosial deyil, həm də strateji əhəmiyyət daşıyan bir mövzudur. Bu qərar ölkənin gələcək demoqrafik vəziyyətinə, iqtisadi inkişafına və sosial rifahına birbaşa təsir göstərə bilər. Hazırda konkret qərar olmasa da müzakirələrin intensivləşməsi göstərir ki, yaxın illərdə bu istiqamətdə müəyyən addımların atılması mümkündür. Əsas məsələ isə düzgün modelin seçilməsi və bu sistemin davamlı şəkildə işləməsinin təmin edilməsidir. Əgər belə bir qərar qəbul olunarsa, bu minlərlə ailənin həyatına müsbət təsir göstərər və ölkədə sosial rifahın yüksəlməsinə ciddi töhfə verə bilər.